Assalamu aleykum rahmetullah. Dəyərli dostlar, belə bir bayır işimizi təqdim edirik sizlərə. Divarlara naxış salınıb. Patolog köhnə lambir idi. Ağ parıltılı kraska ilə kraskalamışıq. Göründüyü kimi tərtəmiz ağ, bax maşallah. Bu daşlar da təsəvvür edin, illərin daşı idi. Nə halda olduğunu yəqin ki, hər biriniz görmüsünüz. Amma bunları restavrasiya elədik, rənglənib. Elə olduğu kimi ağ daş, ağ, açıq, ona uyğun rənglə, mokr asfalt rəngi ilə. Qırmızı tərəfləri də elə qırmızı rənglə rənglənib, üstü də laklanıb. Belə bir, sanki yenilənib, təzə daş vurdu. Açıq deyim ki, yenə də mənim subyektiv fikrimdir. Heç təzə daş olanda belə olmur. Yəni, məncə videodan görsənir. Daşda da yüngül parıltılı var. Əla görsənir maşallah. Rahat şəkildə yumaq olar. Təmizləmək, səliqəli saxlamaq yəni tam uyğundur. Həmçinin bu aqalay material, daş materialından olan bu daşlar da umusiyalanıb, laklanıb. Belə bir şikarını vida alıb. Xeyirli olsun, mübarək olsun.